Sifariş verdiyim kosmetik vasitələrin içində bu hədiyyəni görəndə ağzım açıq qaldı. Kosmetik vasitələrlə əlaqəsi olmasa da, ancaq gələcəkdə planetimizə və təbiətimizə böyük bir xeyir və gözəllik gətirəcək. Brend tərəfindən bu jesti mən çox bəyəndim. Məhz bu hədiyyəyə görə məncə mən bir dəfə də sifariş verəcəm bu brenddən. Birinci yoldan sifariş verdiklərimi çoxdandır sizə bu şəkildə göstərmirəm. Ancaq bu sifarişimi göstərmək istəyirəm. Bu tərif razatını 2-3 günə tamamilə dayandıran sprey və ayaq qoxusunun qarşısını alan krem. Bu iki vasitəsiz mən yayı keçirə bilmirəm. Bir də bu cür köynək və şalvarda sifariş verdim. Deyəcəksiniz yenə baba köynəyini sifariş vermisən. Ancaq bu belə deyil, bu nənə köynəyidir. Çünki qollarında belə bir krujovalı detal var. Belindəki sapını da nə cür istəsəz bağlayıb, belinizi daha da incə göstərə bilərsiniz. Şalvarın kəmərində hara istəsəz taxa bilərsiniz. Hər cür variantı indi mən sizə göstərəcəm. Şalvarı da mən çox bəyəndim. Tam mənim 1.65 boyuma görə oldu. Nə çox qısa və nə çox uzun. Bu cür baba nənə vintaj tərzində geyimləri çox bəyənirəm. Çox gözəl vibe verir obraz. Geyimlərin keyfiyyətində söz ola bilməz. Məndə hamısı S razmeri. Bu korobkanı açanda ilk öncə hədiyyələri gördüm. Bu üz üçün pedlərdir. Üstünə tonik töküb üzünüzə maska kimi yapışdıra bilərsiniz. Bu balaca yaşıl paketdə isə salçı hədiyyə kimi gül toxumları göndərir. Bu hədiyyəyə görə lap ürəyim getdi. Bağ evimizdə mütləq əkəcəm, görək nə gül çıxacaq. Bu isə dəriyə bronzluq verən tint. Çox incə parlaq hissəcikləri də var. Kamerada göstərmək istədim, ancaq məncə görünmür o qədər. Bunu tonal kremə də qatıb rəngini tündləşdirmək olar məncə. Bu isə kojik turşulu ağardıcı krem. Kojik turşusu ən güclü ləkə açan komponent. Hamısının linkini storydə paylaşacağam.